İyunun 27-sində Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı ünvanlarda əməliyyat keçirilib. Nəticədə 2 nəfər əslən Ağdam rayonundan olan Səfərov qardaşları həyatını itirib, onlarla azərbaycanlı saxlanılıb. Səfərovların Azərbaycandakı yaxınları bildirirlər ki, qardaşları öldürülüb. Rusiya hüquq mühafizə orqanlarının məlumatında iddia edilir ki, əməliyyat ötən illərdə baş vermiş cinayətlərin araşdırılması çərçivəsində keçirilib və saxlananların bu işlərlə bağlılığı yoxlanılır. İstintaqın məxfiliyi ilə bağlı indiki mərhələdə daha ətraflı məlumat açıqlanmır. Hüquq mühafizə orqanları 2 nəfərin niyə öldüyünə aydınlıq gətirməyiblər. Rusiyanın sözgedən bölgəsinin mediası belə bir məlumat yayıb ki, ölənlərdən biri əməliyyatçıları görəndə ürəyini tutub və bu səbəbdən də dünyasını dəyişib. Digərinin isə ölüm səbəbi aydınlaşdırılır. Qardaşlarını itirən 525-ci qəzetin baş redaktor müavini ədəbiyyatşünas Seyfəddin Hüseynli deyir ki, əməliyyat zamanı başqa yaxın qohumlarda saxlanılıb. Hələ də onların bəzilərinin aqibətlərindən xəbərsizdir. Cənazələrin təhvil alınması üçün danışıqlar gedir. Evə basqınlar olanda, şəhərin ən müxtəlif nöqtələrindəki mənzillərə basqın olanda bütün qadınların, uşaqların hamısının telefonun əlindən alıblar ki, təcrid olunsunlar, heç kəslə əlaqə saxlayanmasın. Və bu gecə saat 5-də olub bu basqın. Ora vaxtı ilə gecə saat 5-də, səhərə yaxın. Kənarda qalanlarımız, əlində telefon olanlarımız məlumat verdilər və təəssüf ki, sonradan çox acınacaqlı xəbərlər gəldi. Əvvəl həbs xəbəri, bu cür saxlanma xəbəri, bu cür basqın, bu müsibət gəldi. Arxasınca da itkilərimizlə bağlı məlumat aldı. Hadisə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi də bəyanat yayaraq ölümləri və 9 nəfərin saxlanmasını təsdiqləyib. Nazirlik bildirib ki, Rusiya tərəfindən məsələ ilə bağlı təxirəsalınmaz araşdırmanın aparılması və baş verən hadisələrə hüquqi qiymət verilməsi gözlənilir. Seyfəddin Hüseynli deyir ki, hələlik Rusiya tərəfdən adekvat davranış görmürlər. Ölən yaxınının ürək tutmasından həyatını itirməsi məlumatını isə qəbul etmir. O qeyd eləyir ki, sözgedən hadisədən dərhal sonra Azərbaycan dövləti dəstəyini əsirgəməyib. Amma xalqımıza bir gözdağı vermək, diasporumuza orada divan tutmaq meyli burada mənim fikrimcə açıq-aşkar özünü göstərir. Yəni heç bir halda heç bir cinayət əməli hətta olmuş olsa belə xəyali nəzəri cəhətdən belə davranışa əsas vermir. İnsanları işgəncə altında öldürməyə və yeganə bu dəqiqə əlim çatan kömək ala bildiyim yer dövlətin uyğun qurumlarıdır. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə mətbuata məsələni diqqətdə saxladıqlarını deyib. Rusiyanın Yekaterinburq şəhərində AMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən azərbaycanlı Səfərov qardaşlarının cənazələrinin Bakıya gətirilməsi məsələsi ilə Azərbaycanın bu ölkədəki səfirliyi və Yekaterinburqdakı baş konsulluğu məşğuldur. Səfərov qardaşlarından biri Azərbaycan vətəndaşı olsa da, digəri 40 ilə yaxın idi ki, Rusiyada yaşayırdı və bu ölkənin vətəndaşı idi. Son illərdə Rusiya hüquq mühafizə orqanları keçmiş Sovet respublikalarından olanlara qarşı əməliyyatlar keçirirlər. Bundan öncə Azadlıq Radiosu zorakılıqla müşayiət edilən belə alçaldıcı reydlərin Tacik, Qırğız, Özbək millətindən olanlara qarşı da keçirildiyi barədə reportajlar yayımlayıb.